Salam, hər vaxtınız xeyirli olsun. Metroya gedən marşrut yolunun 20 metrliyində Masazırda mərkəzdə tam stora yaxın bir məsafədə yerləşən, təxminən bir 600-700 metrlik məsafədə yerləşən, asfalt küçənin üzərində yerləşən belə bir 5 otaqlı paket kutuçalayət evi çəkib təqdim edirəm. Evin birinci, ikinci və üçüncü mərtəbəsi monolit betondur. Hər mərtəbəsi monolit betondur. Baxın, qarşıdan görünən kürsü 3 daşdır. Buradan dərinliyə fikir verin. Neçə daş. Buradan da zirzəmisinə keçid qoyulub, gəlib yerindəcə baxanda hər mərtəbənin monolit olduğunu başa düşəcəksiniz. 2 ədəddir, biri satılıb, biri durur dəyərli dostlar. Əytiyani sahəyə də bir maşın sərbəst şəkildə daxil ola bilər. Evin qeyd etdiyim kimi hər mərtəbəsi monolit betondur. Burada 4 ədəd ev var idi, o durur. Bir də hazırda çəkib təqdim etdiyim ev. Hər ikisi eyni qiymətdən təklif olunur. Qarşıdakı 4 otaqlı, bu isə 5 otaqlı evdir. Girişdə sağda yerləşir evin zal hissəsi. Bütünlüklə istipoldur ilk mərtəbə. Qeyd etdiyim kimi hər mərtəbəsi monolit betondur. Birinci mərtəbə bax bu döşəmək isə mərtəbələr arası və dam örtüyünün altı hissəsində monolit betondur. İkinci mərtəbə qalxan pilləkən. Burada belə bir yataq otağı yerləşir dəyərli dostlar. Hündür rütubətsiz əla bir ərazidə yerləşir. Burada yerləşir evin mətbəx sahəsi. Qaz xətti mətbəxə daxil edilib. Bir daha qeyd edirəm, dönə-dönə qeyd edirəm ki, hər mərtəbəsi monolit betondur. Baxın, belə bir sanitar qovşağı və hamam otağı. Kollektor sistemi orada yığılıb. Hər dəfə qeyd edirəm, çünki heç kim bu qədər monolit betonla ev tikmir. Arada monolit beton, yuxarıdan dama çıxış var. Orada bütünlüklə monolit betondur. Rahatlıqla mansar hissəsi verə bilər, su hissələri. İkinci mərtəbənin foyesi bu qaydadadır. Baxın. Bu qaydada belə bir yataq otağı, sanuzel yataq otağı. İkinci mərtəbədə artıq isidilmə radiator vasitəsilə həyata keçiriləcək Masazırda tam storun. Arxa tərəfinə düşür asfalt yolunun üzərində. 569 nömrəli marşrut evin 20 metrliyindən keçir. O 500-600 metrlik məsafədə tam storun yanından isə bütün marşrut xətləri hərəkət etməkdədir. Hər otaqda kondisioner televizyon xətti çəkilib. Evin qiyməti 125 min manatda alıcılara endirim olunacaq. Üst hissədə monolit betonlu, 3 dəfə monolit betonlu istifadə olunur. Buradan da dama çıxış qoyulub. Qiymət 125 mindir. Alıcılara endirim olunacaq. Ev və torpaq kutuçalıdır dəyərli dostlar. Dövlət ipotekası ayrılmış şəxslər müraciət edə bilər. Kreditlə satılmır. Yalnız dövlət ipotekası ayrılmış şəxslər müraciət etsin. Sağ olun, hələlik.